Həmçinin insan Muhammed sallallahu aleyhi ve sellem peyğəmbərliyinə etiqad etməyimiz, həmçinin insan bidətlərdən uzaq olmalıdır. Bidətlərdən uzaq olmalıdır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Mən amilə aməlan leysə aleyhi əmruna fəhuva rad." Kim əgər bizim işləmədiyimiz bir əməli işləyərsə ondan qəbul olunmaz, ondan rədd olunur. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur ki, "Fəinnehu men yə'iş minkum fəsəyirə ixtilafən kətira." فعليكم بسنتي وسنة الخلفاء الراشدين المهديين تمسكوا بها وعضوا عليها بالنواجذ وإياكم ومحدثات الأمور فإن كل محدثة بدعة وكل بدعة ضلالة. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, sizlərdən yaşayan olsa, məndən sonra yaşayanlar həqiqətən çoxlu ixtilaflar görəcəklər. Bu zaman sizlərə mənim sünnətim və haqq yolda olan raşidi xəlifələrinin sünnəti ilə getmək vacib buyurulmuşdur. Bu sünnətdən azad işlərinizlə yapışın. Dinə gətirilmiş yeniliklərdən çəkinin. Həqiqətən də dinə gətirilmiş hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir. Ona görə İslamın sünnənin qayğısına qalan sələfi bidətlərdən uzaq olmalıdır. Muhammed sallallahu aleyhi ve sellem qarşı səmimi olan insan, saf insan, təmiz insan bidətlərdən uzaq olmalı və deməsin ki, bu bidətlər artıqdır və mən bununla əzr qazanıram. Əksinə, o bidətlərə görə insan günah qazanır və heç bir savab əldə etmir və bidətlərin sonunda oddur. Və Peyğəmbəri ilə həqiqi səmimi olan insan bu şeylərdən uzaq olmalıdır. Və bu şeyləri Peyğəmbər sallallahu aleyhi ve sellem nisbət etməli deyil. Hansılar ki, o şeylər ondan varid olmayıb. Ona görə müsəlman, mömin bu sünnənin keşiyini çəkməlidir. Bu sünnənin qayğısına qalmalıdır. Bu sünnənin həqiqi qeyrətini çəkən kişilər Muhammed sallallahu aleyhi ve sellem necə qoyubsa o sünnəyə tabi olanlardır. Ona nə bir şey artırmazlar, nə də ondan bir şey əksiltməzlər. Və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisin 3 hissəsi insana saflığı, təmizliyi öyrədir. Təbii ki, qalan 2 hissəsi də onu öyrədir. Lakin yerdə qalan 2 hissəsi isə Adəm övladlarının haqları ilə bağlı olan hissədir. Əmir sahiblərinə, rəhbərlər haqqında bir də ümumi müsəlmanlar haqqında olan nəsihətdir. Allah Resulü sallallahu aleyhi ve sellem hədisin 4-cü hissəsində isə buyurur ki, əmir sahiblərinə, müsəlman rəhbərləri olan nəsihət. Burada məqsəd, murad nədir? Yəni, bu şeyə hər bir kəs diqqət eləsin. Həqiqətən də mühüm məsələdir. Bugün çox insanların bu məsələdə azğınlığı var. Və çox bidət əhli qardaşlara bu şübhələrlə gəlirlər. Ona görə də müsəlman rəhbərlər haqqında insanın səmimi olması, yəni odur ki, insan həqiqətən etiqad edir ki, mənim başıma seçilmiş rəhbər o müsəlmandır və onu eşidib itaət etmək vacibdir. Və onun qoyduğu əməlləri, əmirləri yerinə yetirmək lazımdır. Və rəhbər, müdürü, müəllimi, hakimi onları vəzifəyə qoyan da odur. Ona görə bu vəzifələrdə çalışanlar, müdür, müəllim çalışmalıdır ki, vəzifələrini haqqı ilə yerinə yetirsinlər. Çünki əgər onlar bunu haqqı ilə yerinə yetirməzlərsə, o zaman rəhbərlərinə qarşı səmimi və saf olmazlar, təmiz olmazlar. Və kim əgər burada təqsirli yol verərsə, təbii ki, bu onun, yenə deyirik, səmimiliyindən irəli gəlmir. Ona görə insan mömin çalışmalıdır ki, bu şeylərə diqqət eləsin, qoyduğu əmirləri yerinə yetirsin, işində ona qoyulmuş əmirləri yerinə yetirsin və səhlənkarlıqla yanaşmasın. Çünki onun üzərində qoyulmuş bir haqdır və o iş ona əmanət olunur və ondan da soruşulacaq. Və həmçinin də lakin bəzi insanlar görürsən ki, dövlət başçıları haqqında, rəhbərlər haqqında insanların yanında danışırlar və düşmənlər yanında danışırlar və təbii ki, bu da şərrə aparıb çıxardır, ümmətin parçalanmasına aparıb çıxardır. Və bu da təbii ki, nəsihətdən deyil, rəhbərə qarşı səmimiyyətdən deyil, əksinə bu insanları rəhbərə qarşı çıxartmağa gətirib çıxarır. Və həmçində qeybətin ən şiddətli növlərindən biridir, rəhbərə qarşı danışmaq. İstər qeybətin fərqi yoxdur, istər avamlara qarşı olsun, istər rəhbərlərə qarşı olsun, qeybət yenə də öz yerində qalır, qeybət qeybətdir.
Qeybətin tərifi haqqında Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, zikruka əxaka bimə yekrah. Qardaşının sevmədiyi, xoşlamadığı bir şeyi başqasının yanında danışmaq. Bu qeybətdir. Və necə insan müsəlman rəhbərlərin qeybətini digərləri yanında edir və onlar haqqında danışır. Və bu gün həmsini oturaq xavariclərin etiqadlarındandır ki, onlar müsəlman rəhbərlərə qarşı birinci növbədə qılıncla çıxmırlar. Onlar yalnız onlara qarşı danışa-danışa çıxırlar, yavaş-yavaş çıxırlar. Ona görə insan bu şeylərə diqqət eləməlidir. Və həmsinin də yaxşı, bəs müsəlman rəhbərlərə qarşı nəsihət necə olmalıdır? Nəsihət təbii ki, yumuşaq, necə ki öz aramızda olduğumuz kimi yumuşaq, gözəl sözlə olmalıdır. Təbii ki, insanların çoxusu da gözəl sözü, yumuşaq sözü qəbul edirlər. Baxın, hətta Allah Subhanahu wa Ta'ala Musa və Harun haqqında buyurur ki, onları Fironun yanına göndərində buyurur ki, فَقُولَ لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرَ اَوْ يَخْشَى. Ona, yəni ey Musa və Harun, ona yumuşaq söz deyin, yumuşaq sözlə danışın. Ola bilsin ki, o xatırlasın və qorxsun. Baxın, Subhanallah, hətta Şeyx Fəvzan Həfizullah gətirir ki, baxın, Allah Subhanahu wa Ta'ala hətta kafirlə belə onlara əmr edir ki, onlara qarşı gözəl davran. Bəs müsəlman rəhbərlərə qarşı necə? Və həmçində bu nəsihət gizlində olmalıdır. Gizlində. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, kim sultana nəsihət etmək istəyərsə, qoy onun əlindən tutsun və xəlvətə çəkilsin. Əgər o nəsihəti qəbul etsə, istənilən də elə budur. Yox, əgər qəbul etməsə, nəsihət edən kəs hakimin qarşısına artıq öz borcunu yerinə yetirmişdir. Amma bu nəsihət gizlində olmalı və heç kəsə bu nəsihət haqqında bir kəlmə də belə deyilməməli. Çünki müsəlman rəhbərlər haqqında insanların arasında danışmaq insanları ona qarşı çıxmağa cürətləndirir. Və müsəlman rəhbər adi insanlar kimi deyil. Və onun məqamı daha böyükdür. Ona görə insan bu şeylərə diqqət etməlidir. Və sələflər bu hədislərdən tərbiyə götürməlidirlər. İmam Bidət əhli ümumən zaten bu hədislərə qulaq asmırlar, zaten bu hədislərə fikir vermirlər. Lakin həqiqi Rəbbinə qarşı təmiz olan insan, səmimi olan insan bu şeylərə diqqət etməlidir. Baxın, sahabə olan Usam ibn Zeydə deyilir ki, niyə Osman ibn Affana nəsihət etmirsən? O belə deyir. Siz elə düşünürsünüz ki, mən onunla danışdığım hər şeyi sizə eşitdirməliyəm. Mən onunla gizlində söhbət edirəm və şərə qapı açmıram ki, bu qapını ilk açan mən olmayım. Niyə görə deyir şərə qapı açmıram? Çünki əgər mən onun yanında danışdıqlarını gəlib sizə desəm və o sabah bu nəsihətə müxalif hər hansısa bir şey edərsə, artıq bu şərə qapı açmaqdır və insanlar artıq ona qarşı çıxacaqlar. Həmçinin də insan daima müsəlman çalışmalıdır ki, bir-birinə nəsihətdə olsun. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ. Həqiqətən də mümin kişilər və mümin qadınlar bir-birlərinin dostlardırlar. Yəni, onlar bir-birlərinə kömək edənlərdirlər və bir-birlərini sevənlərdirlər. Ona görə müsəlman bu şeylərə diqqət etməlidir. Və həmçinin də müsəlman rəhbərlərə qarşı olan nəsihət onlar üçün dua etməkdir. Onların islahı üçün dua etmək. Gecə və gündüz, istər gecə, istər gündüz, istər xütbələrdə, istər cümə xütbələrində, istərsə də bayram xütbələrində. Çünki onların islahı ümmətin islahıdır. Və o insanlar ki, onların üzərinə dua edir, onların əleyhinə dua edir, həqiqətən o insanlar cahil insanlardır. Ona görə də müsəlman, mümin onların istiqaməti üçün, onların islahı üçün Allaha daima dua etməlidir. Xütbələrdə və minbərlərdə və yaxud da dərslərində, moizələrində. Baxın, Fudayl ibn İyad rahimehullah buyurur ki, لو علمت أن لي دعوة مستجابة لصرفتها للسلطان. Əgər mən bilsəydim ki, mənim Allah qatında müstəcəb bir duam olacaq, onu sultan üçün sərf edərdim. Bu da rahimehullahın fikrindən idi. Çünki sultanın islahı müsəlmanların salamat olmasıdır. Və sultanlar üçün islah da dedi ki, onlar üçün dua etməkdir. Onlar üçün nəsihət dedi ki, onlar üçün dua etməkdir. İmam Barbahar rahimehullah buyurur ki,
kimin sultan üçün dua etdiyini görsən, bil ki, o sünnə əhlidir. Kimin onun əleyhinə dua etdiyini görsən, bil ki, o bidət əhlidir. Və bugün çox eşitirik. Bəzi insanlar deyir ki, sultanlara dua etmək yaltaqlıqdır. Və bu sələflərdən varid olmayıb. Və biz deyirik ki, həqiqətən də müsəlman rəhbərlər üçün ən üstün nəsihət onlar üçün edilən duadır. Onların islahı üçün edilən duadır. Çünki bu sələflərdən varid olub. Və bu sələflərdən gəlib ki, onlar cümə xütbələrində və bayram xütbələrində onlar üçün dua edərdilər. Və kim əgər bunu inkar edirsə, təbii ki, o insan cahil, qəlbində kin və nifrəti olan insandır. Baxın, hətta deməli, Əbu Musa Əl-Əşəri radiyallahu anhu, Ömər radiyallahu anhu onu Basraya vəli təyin eləyəndə ilk dəfə müsəlman rəhbər üçün dua edən o olmuşdur. Və o, minbərdə müsəlman rəhbər üçün dua etmişdir. Və həmçində İbn Xaldun rahimehullah buyurur ki, İbn Abbas radiyallahu anhu, Əli radiyallahu anhu bunu Basraya vəli təyin eləyəndə o Əli üçün dua eləmişdi. Və bunlar hamısından göstərən onlar dövlət başçıları və rəhbərlər idilər. Əli üçün dua etmişdi ki, Allahım əlini haqq üzərində qələbə çaldır, ona qələbəni nəsib elə. Və bundan sonra bu əməl artıq davam edilməyə başladı. Və sonra isə hədisin sonuncu hissəsi isə biz sıravi müsəlmanlar edilən nəsihət. Ümumi müsəlmanlar edilən nəsihət, yəni bunun da mənası odur ki, insan müsəlmanlara qarşı müamilədə, alışda, verişdə, müamilələrdə sadiq olmalıdır, sədaqətli olmalıdır və doğru olmalıdır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem olur ki, mən qaşşənə fəleysə minnə. Əgər kim bizi aldadarsa, o bizdən deyil. Və həmçinin də müsəlmanlara nəsihət, yəni onların canına yanmaq və onlara qarşı təmiz olmaq, saf olmaq, onları Allahın yoluna çağırmaq və onlarda baş verən xələlləri onlara bəyan etmək və həmçinin də cahil müsəlmanları dini məsələlərdə oyatmaq. Və bu da müsəlmanlara qarşı, avam müsəlmanlara qarşı insanın səmimi olmasıdır. Sonra isə başqa məsələlərdən biri isə, əgər müsəlman qardaşın gəlib səndən hər hansı bir məsləhət istəyərsə, müşavirə üçün sənin yanına gələrsə, sənə vacibdir ki, sən bildiyin şeyi ona bəyan eləyəsən. Əgər bildiyin şeyi gizləsən, artıq ona xəyanət etmiş sayılarsın. Məsələn, əgər bir insan evlilik haqqında sənin yanına gəlirsə, səndən məsləhət istəyirsə və yaxud da öz qızını kiməsə vermək üçün sənin yanına gəlirsə, səninlə müşavirə etmək istəyirsə, sənə vacibdir ki, sən ona nəsihət eləyəsən. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَمَنْ أَشَارَ عَلَى أَخِهِ بِأَمْرٍ يَعْلَمَ أَنَّ الرُّشْدَ فِي غَيْرِهِ فَقَدْ خَانَهُ. Əgər bir müsəlman qardaş digərinin yanına gəlib ondan nəsihət istəyərsə, yəni onu bir yola yönəltməni istəyərsə, o onu başqa yola yönəldərsə, artıq ona xəyanət etmiş sayılar. Ona görə də insan çalışmalı ki, bu şeyləri gizlətməsin, qorxmasın, bu qeybət deyil. Qeybət deyil. Çünki insanın haqqı bəyan etməsi qeybətə daxil olmur. Və təbii ki, bu həmçində sənə vacib buyurulmuş şeydir ki, insan əgər sənin yanıma gəlibsə, ona bəyan etməlisən. Məsələn, bilirsən ki, həqiqətən bu insan yaramır, evli yaramır və yaxud da bu insan səfərə çıxmaq üçün yararlı birisi deyil və ona bəyan etməlisən ki, mən bu insana sənə məsləhət görmürəm. Bu sənin üzərinə vacibdir.